İslam marifinə bütöv və kamil şəkildə baxmayan şəxsin zehnində belə bir sual yarana bilər ki, niyə Qur'an-ı Kərimdə və İslam təlimlərində bu qədər axirət, məad, cəhənnəm əzabı və s. mövzular müzakirə olunur? Yəni biz Qur'ana müraciət etdikdə görürük ki, orada cəhənnəmdən, məaddan, axirət həyatından daha çox müzakirə olunur, nəinki bu dünya həyatından. Və belə bir sual yaranar ki, məgər Allah rəhmətli deyilmi, insanların bu dünyada sağlam yaşamağını istəmirmi? Cavab bundan ibarətdir ki, biz İslam məarifinə tam dolğun baxsaq görürük ki, əslində axirət həyatından danışmaq elə dünya həyatının nizamlı və insani olmasına görədir. İnsan əgər axirəti unudarsa, axirət mehvər yaşamarsa, onun bu dünyəvi yaşayışı da insani yaşam olmaz. İslam təlimlərinə əsasən dünya axirət üçün bir körpüdür və yaxud dünya əkin sahəsidir. İnsan axirətdə bu məhsulunu görəcək. Buna əsasən əgər Allah Teala axirətdən danışmarsa, axirət məsələlərini, məad məsələlərini gündəmə gətirmərsə, bu dünyanın özü də bihudə, əbəs, hədəfsiz olar. Məsələn, Qur'an-ı Kərim buyurur ki, Əfəhəsibtum ənəmə xaləqnəkum əbəsə və ənəkum iləynə la turcəun. Siz elə güman edirsiniz ki, biz sizi bihudə, əbəs yerə yaratmışıq və bizə tərəf dönməyəcəksiniz. Demək, dönüşə diqqət edən insan burada sağlam yaşayır. Sadə bir misal deyim, məsələn, bir müəllim fərz edin, o şagirdlərini imtahan məsələsini deyir ki, əgər dərs oxumasaz, belə olacaqsınız, imtahandan kəsilə bilərsiniz, müəyyən rütbə qazanmayacaqsınız və s. Burada demək olarmı, bu müəllim şagirdləri təhdid edir, qorxudur? Xeyr, əslində onları dərs oxumağa təşviq edir, onlara rəhmi gəlir, mərhəməti gəlir ki, o nəticəni nəzərə alaraq daha yaxşı, daha ciddi oxusunlar. Demək, axirət və məad, cəhənnəm məsələlərdə ilahi rəhmətin bir mənşəyidir. Yəni, Allah Teala insanları bu dünyada effektiv yaşaması üçün, öz ömürlərindən maksimum istifadə etməsi üçün axirət məsələlərini, cəhənnəm məsələlərini, məad məsələlərini gündəmə gətirir ki, sizə verilmiş bu kiçik ömrü ən yaxşı formada yaşayın.